Putin də demək olar ki, başını itirmiş, əvvəlcədən də müəyyən nevroloji nöqsanları olan bir adam olduğundan indi isə başını tamamilə itiribdir. İndi siz görün o nə edib? Bölgələrdən bütün hava hücumundan müdafiə sistemlərini yığışdıraraq hamısını Moskvaya, xüsusilə Qızıl Meydan ətrafında özünü qorumaq üçün yerləşdiribdir. Məsələn, bugün Kazan hava hücumundan müdafiə sistemi Moskvaya gətirilib. Çebaksara hava hücumundan müdafiə sistemi Moskvaya gətirilib. Nijni Novgorod, keçmiş Gorki şəhərindəki hava hücumundan müdafiə sistemləri, eləcə də ətraf bölgələrdəki bütün hava hücumundan, hətta Çeçenistandan hava hücumundan müdafiə sistemləri Moskvaya gətirib. Yəni paytaxtın vurulmasından qorxur da. Qızıl Meydanda o paradın keçiriləcəyi təqdirdə bunlar indi ən azından bir o tribunaya çıxmalıdırlar, görsənməlidirlər və s. O ətrafı tamamilə üzük qaşı kimi hava hücumundan müdafiə sistemləri ilə örtüblər ki, dronlar uçsa, raketlər uçsa, onu tutsunlar, vursunlar, nə bilim, nə, amma bu onların dadına yetişməyəcək. İndi iş o yerə çatıbdır ki, Putin Qızıl Meydanın altında yeni bir metro stansiyası tikdirib. İndiyana qədər səndə və tikildirmiş. O metro stansiyası onunla, onun bağ evindəki evinin arasında bir metro stansiyası var. Bunu əhali üçün, istifadəsi üçün deyil. Ancaq özü. Özü üçün, özü zirehli bir qatar gələcək Qızıl Meydanın altındakı stansiyada onu gözləyəcək. Oradan da Qızıl Meydanda mavzeleyin ətrafına xüsusi bir lift qaldırıbdır. O liftlə o yuxarı qalxacaq. İki-üç kəlmə söz deyib, yenə qayıdıb girəcək o metro stansiyasına və özünün yeraltı yaşadığı yerə gedəcək. Bu, dünya tarixində görünməmiş bir əməliyyatdır. Bəli, hamı özünü qorumalıdır, təhlükəsizliyini təmin eləməlidir. Amma bu qorxursansa bu paradı niyə keçirirsən? Özə keçirilən parad olmayacaq. Texnikalar olmayacaq desin orada. Bunlar Qızıl Meydanın 60 hissəsinə köhnə tankları və BTR-ləri düzüblər ki, orada ondan hərəkət olmasın. Ondan sonrasına piyada paradı üçün də əvvəllər Naximov adına uçilişin, nə bilim, ondan sonrasına digər nümunəvi hərbi məktəblərin tələbələrini parada dəvət edirdilər. İndi onları da dəvət edilməyəcəklər. Yalnız kiçik bir qrup 10 dəqiqə ərzində o ayrılmış kiçik hissədən gəlib keçəcək. Yəni, nə vacibdir ki, sizcə bunu vacib edən nədir Putin üçün? Putin, yəni, bununla göstərmək istəyir ki, biz hələ də varıq, gücümüz var, parad keçiririksə, bu bizim möhtəşəm qüdrətimizin nümunəsidir və s. Bunun ağlına belə yerləşibdir, deyir. Özü isə 3-5 dəqiqə çıxış eləyəcək, eləməyəcək və onun ətrafına zirehli tordan bir müdafiə qorğusu çəmbəri düzəldiblər. Və üstəlik də ara diplomatiyası vasitəsilə hər gün Trampa xüsusi elçilər göndərir və xahiş edir ki, Zelenskiyə təsir göstərsin. Zelenski parad keçirilən günü Moskvaya hücum etməsin. Onu da deyim ki, Zelenski üçün bu saat Trump heç bir əhəmiyyət kəsb etmir. Və niyə də kəsb eləməlidir ki, bu adam Ukraynanın keçi qiymətinə, əgər belə demək mümkündürsə, satdı mı? Satdı. Və boş-boşda Ukrayna haqqında hədyan sözlər danışmaqda davam edir. Ona görə də mənim zənnimcə parad olan günü Moskvaya hücumlar başlayacaq.
Moskvaya hücumlar başlayanda hem Putin'in özü korkup o tribunaya çıkmayacak, ne de çıkış edemeyecek. Parad da keçirilmeyecek. Hatta ola bilsin ki parad başlayan kimi Moskvaya dronların hücumu başladı. Dronların ve bir de o Yəni hava hücumundan müdafiə sistemləri o dronların əksəriyyətini görmür da. Deyilə eşitdiyimə görə alçaqdan uçan dronları tuta bilmirlər. Tuta bilmir heç. Bunların yeni hazırladığı o raket sistemlerini de tuta bilmir. Mesela Perm'de hava hücumundan müdafiə sistemleri həmin raketin ilk sınavıydı. Tuta bilmədi. Raket uçtu ve oradaki hərbi zavodu yerle yeksan elədi. Ve indi Ukraynanın Rusiya ile müharibəsində yeni bir dövr başlayır. Bu dövr təkcə dronlarla mübarizə olmayacaq. Həmçinin Ukraynanın hazırladığı yeni raket sistemləri ilə olacaq. Bu raket sistemləri ballistik raketlərdir. 1200 kilometr gedir. Hətta ötən gün 2000 kilometre uçan bir raket sistemi haqqında oxudum. Onun üstündə işləyirlər. Bəlkə də hazırdır. Mən bildiyimə görə 10 dənə ballistik raket hazırdır. 30'dan çox. O dedim ki ayağı kesilmiş akademik var ya 93 yaşlı. O ballistik raketlerin hazırlanmasına rəhbərlik edir. Özü çox xəstə bir adamdır. Ama onun tələbələrindən biri var, Ştelman, Yahudi mənşəli. O öz konstruktor bürosu ilə birlikdə 830 kilometrə qədər uça bilən və zərbə indirə bilən raketlər hazırlayır. 530 kilometrdən çox uzaq məsafəyə uçan qanatlı raketlər hazırlayır. Bunlardan artıq 30'dan çox 830 kilometrlik hazırlanıb, 30'dan çox qanatlı raketlər hazırlanıb. Qanatlı raketlər Leningrad üçün nəzərdə tutulur. Bunlar Leningrad deyirlər, Sankt Peterburg demirlər. Ondan sonrasında 830 kilometrlik Moskva üçün nəzərdə tutulubdur. İndi bu müharibənin bu mərhələsində o dediyim 30 raketlərin eyni zamanda 30 raketin Moskvaya, eyni zamanda 30 raketin Leningrada buraxılması planlaşdırılır. Bilmirəm, bəlkə də bu paradın keçirildiyi gün bunu eləyəcək. Amma biraz bu həm də təhlükəlidir də, ictimai rəydə o qədər də ciddi rezonans doğurmayacaq belə. Amma məsələn o Budyanov var, onların prezident aparatının rəhbəridir. Budanov. O deyir bizim üçün heç bir ictimai rəyin əhəmiyyəti yoxdur. Neçə ildir bizə qan ağladılar. Bir ictimai rəy bunu qınayıbdımı? Qınayırlar, yazdılar ama deyir bunun üçün bizə bir öz hüsn rəğbətlərini bildiriblərmi? Müharibədir. Mən o paradı, o müharibənin nəticələrini, 2-ci Dünya müharibənin nəticələrini bugün bayram edilməsini normal hesab etmirəm. Özdə o müharibədə bizim əcdadlarımız hamıdan çox fəal iştirak edibdi. Mən bunun belə deyək, təkcə Rusiyanın qələbəsi olduğunu hesab etmirəm. Burada Amerikanın əziyyəti var, burada Böyük Britaniyanın əziyyəti var, burada bizim Ukraynanın əziyyəti var. Biz bu bayramı qəbul etmirik və bizim üçün adi günlərdən biri olacaqdır bu. Bu adi günlərdə də biz vəzifələrimizi və nə edəcəyimizi gözəl bilirik.